Söhbət burada reaksiyadan gedir ki, dövlətçilik təcrübəsi, dövlətçilik şuuru olan adamlar necə reaksiya verir bu məsələyə? Raket gəlmiş Türkiyə tərəf, zərərsizləşdiriblər. Xarici naziri, hörmətli Hakan Fidan zəng edibdi İranın xarici nazirinə. Belə şeylərdən çəkinməni məsləhət görüb ki, ehtiyatlı olmaq lazımdır. Elə şeylər yol verilməsin və s. Tardı getdi. Ay nə nota verim, ay nə bilim, durum çıxmaya belə başlayayım, əxlaqsız söyüş söyüm, İlham Əliyev kimi təhqir edeyim bir dövləti. Bu yaraşmaz. Bu düzgün deyil. Amma İlham Əliyev sanki bu şeyi gözləyirmiş. Sanki burada sağ olsun bizim tamaşaçılar, Azərbaycan ailəsinə mən səviyyəsilə şəxsən fəxr edim sizlər birinizlə. Sanki bir bəhanə axtarır adam, rəsmən. Bəhanədən nədən ibarətdir? Burada yaxşı yazdılar ki, İsrail və Amerikaya Azərbaycan ərazisindən İranın əleyhinə istifadə eləmək üçün icazə verməyə sanki bir bəhanə lazımdır İlham Əliyevə. Siz necə istədiniz? Siz necə başa düşdünüz dostlar?